Salam əziz abituriyentlər. Bu günlər isə sizlə dərs 12-yə baxacağıq. Daxil edilən en natural ədədi üçün 7, 8 və n plus 1 sıranın cəmini çap edən bir alqoritmin blok sxemini yazacağıq. Gələk baxaq, ədədimiz baxırıq ki, 7 üstəgəl 8 üstəgəl demək 9 axıra kimi bu deyilib, dövr eləyib. Demək n dəfə bu dövr eləyəcək. Ondan sonra cəmləmə işi görürük. Cəmləmə işi görməkdən ötəri biz ədədimizə gəlirik. İlk olaraq əlimizdə nə var? 0 var cəmləmək üçün. Sonra isə dövr nə ilə başlayıb? 7 ilə başlayıb. Gələrəm bir dənə i verərəm. İ'yə də verirəm neçə? 7'ni verirəm. 7. 7 verdim. Ondan sonra nə edirəm? Şərtimi qoyuram ki, nə etsin? i gəlib çatsın. Nəyə? İnə. Hətta kiçikdir qoyuramsa n plus 1 yazıla bilərdim. Sonra neyirəm? Hər dəfə s bərabərdir. S'in üzərinə gəlirik. Nəyi? İynə. Və baxıram ki, 7'dir, 8'dir, 9'dur. Demək, i'miz də neçə artacaq? İ'miz də 1 artacaq. i bərabərdir. i plus 1. Və dövrümüz gedir. Buram. Ve buradan da buradaki bu liste. Burada da nedirəm? Çap eləyirəm. S'yi çap etmiş oldum. Keçək növbəti suala. Daxil edən natural ədədin bölənlərinin cəmini çap edən proqram. Bölənlərin deyiriksə, yəni tutalım ki, 6 verir. 6'nın bölənləri hansılardır? 1'dir, 2'dir, 3'dür və 6'dır. Birdən başlayır, özünə kimi nedir? Dövr eləyir. Bu bölənlərin nəyi istəyir məndən? Cəmini istəyir. Gələk daxil eləyək. Hər iki dövrdən istifadə edib yaza bilərsin. A bərabərdir. Input ədədimizi daxil edirik. Ədədimizi daxil edəndən sonra cəmləməkdir. Ona görə də bir S bərabərdir. 0 yazıram. Bərabərdir 0. For in range neydən başlasın? 1'den başlasın. A plus 1'e kimi ne etsin? Dövr etsin. Ve her dəfədə gəlsin A'nı bölsün i'yə. Bərabərdirsə 0'a. Onda S bərabərdir S plus i. Hər dəfə ədədi neynəsin? Cəmləsin. Plus i. Print S.
Print S. Tom 2 6. Altının nedir? Rəqəmlərinin cəmi. Bölənlərinin cəmi. Bir yazmışım. Bunu bir de anlar. X. İ. 6. Bölündə 13 etmiş olacaq. Hatta bunu biz while'la da yazabiliriz. En bir şey değil. İki çift beraber de en yazı, A yazacak. Ama yerine while çift beraber de en varsa ve şeklimizde A niye bölünerse bir dakika A beraber de intimate buradan bir tane i de yazar. I beraber de 0. Onda bir aile sonuçları 6. 8'de buradaydı. A beraber de interpol, S beraber de 0. I beraber de 1. Bir yazmayalım. I beraber de 1. Küçük beraber de A bölünmüş I beraber ise 0. 6. Sıfır. Ha. Natural bölümleri cəmini çap edir. Yeni mən artırmışım. I beraber de plus 1. Əlifat bölüm atma oldu. Çalıştırıq. Artı verildi 13. Dövümümüzü artırmayında alamıyor. Geçirik yeni suala verilmiş 34 bu siyahının en büyük elementini ve indeks numarasını çap edelim. Yine 0, 1, 2, 3, 4, bir de 5. Bu siyahının en büyük elementi tutmalı ötəri mən maxdan istifadə edərəm və həmin o maxın da indeks nömrəsini çap etmək üçün indeks metodundan istifadə edərəm. A bərabərdir. A beraberdir. Siyahın içerisinde 34, 142, 40, menfi 63, 85, bir de 47. Böyle bir qiymət verilib. Max verirəm. Max alt kat vereyim. Element beraberdir. Max'ın tapma yöntemini yiyeceğim. Bir dene yazıram. A sıfırıncı elementi götürürüm. Sonra da
indeksi həmin o max elementin indeks nömrəsi bərabər yeyirəm nəyə? Sıfıra. Sonra gəlib deyirəm ki, for in range, for in range len ne a. Yani bütün uzunluğunda ne diyecek? Gezecek. Gezenden sonra gəlib deyir ki, əgərləri inci element böyüksə max elementdən i büyüktürse a'yı a sıfırıncı elementim büyüktürse buradan max elementten onda neyine max elementi beraber ile i'ye. Yani bu sıfırıncı element gidecek. Sıfırıncı elementimiz neydi? 34. Deyirəm ki, a sıfırıncı elementin böyükçə bulunan 1-dən, 2-dən, 3-dən bir yoxlayıram və deyirəm hansı böyüksə həmin max elementi tapıram. Düşürəm aşağı həmin o max elementində indeks nömrəsi beraber olacaq həmin i'ye. Burada element i'ye beraber olur. i'ye. Burada ise indeksi özüne beraber olur. Sonra print özüne bu dövüp bitirip print mekanizmanın içerisinde max alt hat element print max alt hat index çalıştıra bakalım. Max elementim 142'dir. Nömrəsi də nədir? 1'dir. Nömrəyə baxın 0, 1, 2 bu formada ne etmiş olur? Davam etmiş olacaq.